Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vahdahu ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Fe inna astaqal hadisi kitabullah ve hayral hadi Muhammedin sallallahu aleyhi ve aleyhi ve sellem ve şerrul umuri muhtesatuhâ ve kulle muhtesetin bid'a ve kulle bid'atin dalâle ve kulle dalâletin finnâr. Birincisi qardaşlar, elhamdülillah, Allah'a sonsuz sayılı şükürlər olsun. Bu artıq məğrib namazından sonra necə bilirsiniz ki, Ramazan ayı daxil oldu. Bugün ayın 18-i idi, 18 fevral. Bugün axşam niyyət axşamıdır. Bizdə birinci təravih qılınacaqdır Allahın izni ilə. Və bu möhtəşəm bir gecədə də ki, gözəl bir səbəblə də yığışdıq bura. Allah subhanət hala dilərəm ki, Allah qardaşın qurbanını qəbul eləsin. Allah subhanət hala onun evladını, salih qullarını eləsin və onu yetkinlik çağına çatdırsın və gözünün çırağı eləsin. Və Allah subhanət hala olmayanlara nəsib eləsin. Gözəl bir möhtəşəm gecədir və xüsusən də yəni müsəlman üçün, mömin üçün necə gözəl olar? Yəni elə bu ilk gecədən özünü ələ almaqla, yəni ilk gecədən artıq bu aya hazırlaşmaqla, yəni onu qarşılamaqla, gözəl bir əxlaqla, gözəl bir ədəblə, tam şəkildə. Çünki sən bilmirsən bir daha bu sənə bu fürsət veriləcək və yaxud da verilməyəcəkdir. Bu ay yəni bərəkətlə, rəhmətlə dolu bir aydır. Yəni bunu yalnız kim dərk edə bilər? Sözsüz ki, onun barəsində araşdıran, məlumat toplayan. Çünki bu ayda cəhənnəmin qapıları bağlanır. Cənnətin bütün qapıları açılır. Şeytanlar artıq məğrib namazından sonra nə oldu? Zincirləndilər. Cinlərin də xəbisləri zincirləndi. Yəni böyük bir fürsətdir insanın düzəlməsi üçün. Çox böyük. Sözsüz ki, bu yenə də kimə qayıdır? O insanlara ki, özünü düzəltmək istəyənlərə. Əlbəttə, sən necə girdin, necə çıxdın və yaxud da ki, yalnız elə ac qalmaq. Yəni, Allah subhanahu wa ta'ala'nın bizim yəni ki, ac qalmağımıza ehtiyacı yoxdur. Oruc deyəndə təkcə o aclıq yəni nəzərə tutulmur. İnsan həmçinin dilini qorumalıdır, gözünü qorumalıdır, düzdürmü? Qulaqlarını qorumalıdır, əlini harama getməsin, ayağını, hər bir bütün yəni bədən üzvlərini. Bu oruc da əslində bu ki, qorunmaq orucu var. O yəni təkcə oruçluq ayına da aid deyil. Bu hər bir vaxt insan belə olmalıdır. Yəni bütün il boyu belə olmalıdır. İl boyu belə olmalısan. Yəni, sənin yəni başqa cür çıxış yolun yoxdur. Çünki ölüm haqdır. Yəni, baxsaq ki, hər bir gündən günə ölümə yaxınlaşırıq. Yəni, hər bir bax bizim, belə deyək də, biz vaxtdan ibarətik. Hər vaxtımız keçdiksə, hər bir saniyalar, dəqiqələr keçdiksə, onlar hamısı bizə verilmiş, sayılmış bizim vaxtlarımızdır. Sən də bu boyutdan belə fürsətdən istifadə eləməsən, düzəltməsən özünü, nə vaxt düzəldəcəksən? Yəni, heç vaxt. Bu, həmçində qardaşlar, bu böyük bir mədrəsədir. Yəni, insan üçün böyük bir mədrəsədir. Mədrəsədə neyinsən? Gelirsən, insan yəni öyrənir. Nə öyrənir? O, bizim məktəbdir, dünyavi elmlər və yaxud da ki, axirəvi elmlər. Düzdür, bu Ramazan ayı sənin üçün böyük bir mədrəsədir. Yəni, Allaha necə qulluq eləməyin, Allaha necə ibadət eləməyin, özünü necə qorumağın. Allah subhanahu wa ta'ala bunu sənə öyrədir, mənə öyrədir. Yəni, sən necə olmalısan ümumiyyətcə. Təkcə bu ayda yox. Yəni, bu ayda yəni, sən öyrənilirsən, qoruyursan özünün üçün birdən orucundan xələl gəlir. Və oruçluqdan sonra da elə onu yaşatmağa görə, yaşamağa görə. Sən yoxsa oruçluğu yola verdin, çıxdın, həmən günahlara qayıt. Bu, o deməkdir ki, sən o aydan faydalana bilmədin. O aydan bir nəticə çıxara bilmədin. Və həmçində ki, ibadətin, necə ki, dəfələrlə demişik, qəbul olması üçün, daha doğrusu qəbul olmasının əlamətləri nədir? İnsanın yəni o ibadətdən sonra xeyrə yönəlməsi.
Yəni insanda dəyişiklik olması xeyrə tərəf. Və insan əgərlərim xeyrə tərəf dəyişilmirsə və xeyrə yönəlmirsə, deməli ibadət deyil idi, az qalmaq idi və yaxud elə belənçiyinə qalxıb durmaq, belə deyək. Bu dünya nə gözəl, insan yəni bu dünyanı sınıb axirət üçün eləsə. Necə bilirsiniz ki, Allah subhanahu wa ta'ala, Allah Resulü sallallahu deyir ki, bu dünyada hər bir şey Allah subhanahu wa ta'ala lənət edibdir. Yəni, Allahın lənəti var hər bir şeyin üzərində. Yalnız 3 şeydən başqa. Düzdürmü? 3 şey nədir? Zikir, düzdürmü? Elm məclisi və elm öyrənən. Bu şeylərdən başqa hamısının üzərində Allahın lənəti var. Yəni, Allahın rəhmətindən uzaqdır. Ona görə də neynəməliyik? Yəni, o demək deyil, biz məsələ üçün dünya işlərindən məşğul olmalı deyilik və yaxud da ruzi qazanmalı deyilik. Sən o dünya işi ilə məşğul ola, o dünya işlərini də belə neyə bilərsən? Axirətin üçün eləyə bilərsən, niyyətini düzəldərək. Düzdürmü? Qazanacaqsan, övladlarının misal üçün daha gözəl tərbiyə olunması üçün, məsələn, daha gözəl dini tərbiyədən gedir söhbətin. Yəni, sözsüz ki, bu nə gözəl, yəni ki, ikisini bir yerdə eləyə bilsən. Yəni, həm dini təlim, həm dünyavi təlim. Yoxsa insan görürsən, neyinir? 10 illərlə, 20 illərlə, 30 illərlə işləyir, uşağı üçün evlər tikir, evlər düzəldir. Nə bilim, gözəl-gözəl müəllimlər tutur, gözəl-gözəl mədrəsələrdə oxudur. Amma insanın, yəni ki, övladların dinindən bir parçası yoxdur, bir payı yoxdur. Sən deyəndə ki, misal üçün, qaraş, bu da lazımdır. Görürsən, ona nə vaxt çatmır və yaxud da nə pul çatmır. Amma burs məsələlərə pul çatır. Halbuki, amma sən necə ki, o bursu dünyavi işlər üçün xərcləyirsən, belə də yəni sən axirət üçün bir müəllim tutub gözəl, özünün vaxtın olmasa da övladını tərbiyə elətdirə bilərsən. Amma eləmirsən bunu. Amma görə sən sorumlu olacaqsan Allah qarşısında. Sonra bizə nə olur? Sonra insan ölüb gedir. Və ölüb gedəndən sonra da o evlər, eşiklər, kimlərə qalır bir Allah bilir. Və onun evlənəsi qadın necə onu sərf eləyəcək, halala mı, harama mı, sənin yığdığın o tikdiyin evlər. Düzdürmü? Hamısı gedir. Amma nə gözəl o insan halına ki, insan yəni bunları cəm eləyir. Birincisi, uşaq övladına İslami tərbiyə verir. Halalı, haramı örgədir. Dinini yaşayır. O öləndən sonra da ona gələcəkdir. Əsas sərvət budur. Nədir sərvət? O sərvət ki, sən əbədi axirətin üçün, cənnətin üçün olan sərvət. Sən yığırsan, sən gözləyirsən ki, mövsüm gələcək. Kimin arı işinə baxır, kim meyvə işinə baxır, kim fındıq işinə baxır. Düzdürmü? Və bu da ay bizim mövsümümüzdür, qardaşlar. Yəni, müsəlmanlar, möminlərin mövsümüdür, bu gəldi. İndi qazanmaq vaxtıdır. Və onun üçün sözsüz ki, hazırlıqlar var idi, hazırlaşmalıydın. Necə ki, sən mövsümün üçün hazırlaşırsan, qabaqcadan. İndi hərənin öz bir mövsümü var. Kimin özü yaxşı bilir nə işlə məşğul və necə hazırlıqlar. Bunun da belə qardaşlar hazırlıqları var idi. İndi o keçdi. Sözsüz ki, hazırlıqsız bir ticarətə girəndə orada daim necə qazancı olmur. Amma çalışsan, yenə də olabilsin, nəsə əldə eləyərsən. Bu da elə. Aya girdin, yəni sən əl çəkmə, əl üzmə ki, mən belə, bundan qabaq hazırlaşmadım, istiğfar eləmədim, Quran çoxlu oxuyub özümü hazırlaşmadım. Yox, başla, istiğfar dilə, Allahdan bağışlanma dilə, Quranı oxumağa çoxal, övladların tərbiyəsinə məşğul ol, ev əhlinin tərbiyəsinə məşğul ol, məsələn, imkan var, sədəqələri artır, iftarları artır və s. Necə bazarsan, elə Allahın izni ilə özünü islah elə. Və çalış ki, o ki, işlər görürsən bu ayda, çalış onların üzərində istimrarlı ol Ramazandan sonra da. İndi gündə oruç tutmaq o heç yoxdur. Amma necə, yəni məsələn, adət olaraq günə 100 misal üçün başladın Quran oxumağa, düzdürmü? Və yaxud da 200. Çalış şunu Ramazandan sonra saxlama, oxu, dayanma. Və onu eləyə bilsən, Allahın izində sən bu aydan onda faydalanıb çıxmış kimi olmuş olsan. Və növbəti ilə də çatanda, təsəlli il boyu sən o Quranı saxlasan,
növbəti ilə çatanda artıq sən bir yüz oxumayacaqsan, sözsüz artıracaqsan. Və belə də insanın ömürlük bir mədrəsəsi olur. Və həmçində bu məsələlər, dünyavi məsələlər, qardaşlar. Yəni sizə bir dənə sahabə, bir dənə də möminlərin əmiri olan Ömər ibn Abdüləzizdən misal çəkeyim sizə. Və də Musab ibn Umeyrdən, radiyallahu anhudan. Yəni bilirsiniz, Musab ibn Umeyr yəni ilk İslamı qəbul edən sahabələrdən idi, düzdürmü? Və Məkkənin ən gözəl cavanlarından idi. Və onun dərisi elə olardı ki, yəni dəhşət şəkildə çox belə nəyim deyirlər, yəni çox belə parlaq, çox belə gözəldə qulluq olunan dəri. Sonra onun ətri bir yerdən keçəndə yəni neçə metrlərdən belə hiss olunardı. Çox varlı, çox imkanlı bir ailənin övladı olur. Sonra İslamı gizli qəbul edir və gizli ibadət edir. Sonra bir gün bilinir. Qısa olaraq danışıram. Bunu, yəni bunların sözsüz ki, hamısının sənədləri var və əsasları var. Vaxtımız azdır o baxımdan. İnşallah nəsib edər. Sonra ayrıca yəni radiyallahu anh'ın həyatından danışmaq olar. Sonra onu tuturlar, həbs edirlər, bağlayırlar, qoymurlar. Sonra qaçır o, Həbəşistana qaçır. Birinci hicrət Həbəşistana olur. Sonra birinci beyyətdən sonra Peyğəmbər s.ə.v yanına Mədinədən gəlirlər, beyyət edirlər və o da o beyyətdən sonra artıq hicrət edir hara? Mədinəyə. İlk elə bil ki, səfir deyirlər ərəb dilində. İlk elçilərdən olur Peyğəmbər s.ə.v-in Mədinəyə gedən. Peyğəmbər s.ə.v onu ora göndərir, Quran öyrətməyə və insanlara namaz qıldırmağa və dəvət eləməyə. Və böyük sahabələr, ənsarlar onun əlindən İslam'a qəbul edirlər. Çox insan. Və Allah Rasulü s.ə.v birinci başqa bir sahabə Səd ibn deməli, Ali radiyallahu anhu rəvayət elədiyi hədisdə Ali radiyallahu anh deyir ki, bir gün deyir, oturmuşdum, deyir, Allah Rasulü s.ə.v meçiddə deyir və deyir, Musab ibn Umeyr deyir, gəldi, girdi meçiddə. Bu artıq hicrətdən sonradır da Mədinədədir. Və deyir, onun deyir, üzərində deyir, yalnız deyir, bir yundan, qoyun yunundan, belə, nəsə yundan deyir, düzəlmiş bir parça var idi. Yəni, çox belə, nətər, köhnə, belə, pətək-pətək olunmuş sanki. Və təsəvvürləyin, nə danışdıq, onun misalı necə idi və gör neynədir? Yəni, o dünyanı axirətə dəyişdi insan, tamamilə. Və Peyğəmbər s.ə.v onu görüb ağlayır, təsəvvürləyin. Və ağlayır və Allah Rasulü s.ə.v deyir ki, yəni, o elə bir nimət içindeydi, elə bir yəni xoş həyat içindeydisə, onların hamısını dəyişdi buna deyir. Yəni ki, dünyasının axirətə dəyişir. Fikir verirsiniz, qardaşlar. Sonra Musab ibn Əbu Vaqqas deyir, radiyallahu anhu rəvayət edir. Deyir, Musab ibn Umeyri deyir, gördüm deyir. Yəni İslamda da necə deyir, o deyir, cəhlər atdı ki, deyir, şiddətlidir. Hətta deyir, onun deyir, dərisinin deyir, ilan deyir, necə deyir, dərisini buraxar. Yəni o səviyyəyə çatmışdı artıq onun deyir, dərisi. Yəni, necə dedik, onun İslamdan qabaq dərisi ən belə qullub olunmuş dəri. İslamda necə oldu və sonra necə bilirsiniz, o Bədir döyüşündə iştirak edibdi və Uhud döyüşündə də şəhid olur və bayraqları daşıyanlardan biri olur. Bəzi rəvayətlərə görə onun yəni, əlini vururlar, bir əlini bayrağa görə. Və Peyğəmbər s.ə.v müdafiə eləyəndə dünyasını dəyişir. Və onu dəfn eləyəndə kəfən tapırlar. Deməli, bəli, o cür imkanla da və gör necə dünyasını dəyişir. Onun ayaqlarını bağlayarlarsa, bədəni yuxarı açıq qalardı, başın bədəninə bağlayarlarsa, ayaq açıq qalardı. Və Allah Rasulü s.ə.v deyir, başından bağlayın və ayaq tərəfi də elə bil ki, açıq qalır, ondakı yarpaqlarla elə bil ki, örtürlər. Yəni, təsəllin hətta belə onu yəni, kəfənləməyə görə kəfən tapılmır.
O qədər yəni ki, imkanlı adam gör nələri tərk elədi. Və nələrdən yəni ki, Allah üçün keçdi. Sonra isə Ömər ibn Abdüləziz rahimehullah radiyallahu anh biz isə sahabələr haqqında radiyallahu anh deyəndə onlar barəsində biz xəbər veririk. Çünki Allah subhanahu teala Quran-ı Kərimdə bildirir ki, mən onlardan razıyım, onlar da məndən razıdır. Amma başqa sahabələrdən qeyrisinə amma deyəndə radiyallahu anh o artıq xəbər olmur, dua olur. Sən alimə də deyə bilərsən, Allah ondan razı olsun. Yəni bu xəbər deyil. Bu artıq duadır. Ömər ibn Abdüləziz artıq ölüm yatağında, təsəlliyin ölür, ölüm döşəyindədir. O ağır xəstəlikdə ölüm gözləyir və ona yaxınlaşırlar, deyirlər, ey möminlərin əmiri, övladların içində qoyub gedirsən. Ömər yəni deyir, evdən, eşikdən, nə bilim mən, sərvətdən və s. Ömər ibn Aziz deyir ki, əgər onlar deyir, Allahın deyir, bir asi qullarıdırsa deyir, mən nə edir, onlara deyir, var dövlət qoyum, deyir, gedim, deyir, onlar deyir, sonra deyir, mən öləndən sonra mənim malımı, mülkümü Allahın yəni haram buyurduğu işlərə mi xaşlasınlar? Yox, əgər deyir, onlar deyir, Allahın deyir, yolu ilə gedənlərsə, Allah subhanahu wa ta'ala öz dostlarını başlı başına buraxmaz. Ömər ibn Abdüləziz rahimehullah təala dünyasını dəyişəndə 17 övladı olur. 14 dinar elə ki, qoyub gedir. O vaxt təxmini 1 dinara bir qoyun alardın. 1 dinar, elə bir ki 14 qoyun cəmi. Hər bir şeydə evin içi çölü 14 dinar. Elə bir ki, yəni ondan başqa heç nə olmur. Heç bir şey. Amma nə qoyub gedir övladdan? Allah qorxusu qoyub gedir, elm qoyub gedir. Allahı tanıdır. Yəni onlar hər biri Allahın iznində alim olurlar. Allahın dinini yaşayan. Ravi rəvayət edir ki, qardaşlar, və and içirətdir. Deyir, mən bir gündür Ömər ibn Abdüləzizin deyir, oğlunu gördüm, deyir, Allah yolunda deyir, bir rəvayət 70, bir rəvayət 80 gəlir. 80 atlı deyir, Allah yolunda öz şəxsi malından Allah yolunda 80 dənə atlını hazırlayırdı. Gör, nə qoydu getdi? Yəni, heç nə qoyub getmədi. Pul baxımından. Amma bilik qoydu getdi. Onlar batdılar, öldülər acından. Əlbəttə ki, yox. Əksinə gör, nə oldu? 80 atlı bilsən nə deməkdir, qardaş? Hər bir atlının atını almaq, onun, məsələn, indi bizim dildə desək, silahlarını, müdafiəsini, sonra əgər evdə ailəsi varsa, ailəsinə, məsələn, bir ailə 2 ailə məsafə gedir, onun ailəsinə pul qoymaq, sonra onların, məsələn, yol pulu, yolda xərci və s. qayıtmaq, getmək. Bizdə adı, məsələn, Qarabağ müharibəsində bir əskərə nə qədər pul gedir? Allah bilir, 10 min dolar, 20 min dolar. 10 min dolarla götürsən elə, belə 5 min dolarla götürsən, 80 nəfər yenə 400 min dolar eləyir, düzdürmü? Bizim belə nəyimizlə götürsən də. Amma sözsüz ki, o ondan daha dəyərli pul sayılırdı. Bu, niyə görə xüsusi olaraq orada qeyd edilir, qardaşlar ki, öz xüsusi malından? Yəni, ola bilərdi, bu Beytül maldan da olardı, müsəlmanların malından. Yox, müsəlmanların malından deyil idi. Öz şəxsi qazancından. Öz şəxsi qazancından. Məlik ibn Abdülməlik, bəli, o da təxmini Ömər ibn Abdüləzizdən sonra olan məliklərinin olubdur, yəni əmirlərinin olubdur. O çox imkanlı birisi olubdur, çox imkanlı. O dünyasını dəyişəndə onun sərvətini karvanla daşıyırlardı, yəni karvanlardı. Yəni bütün sərvəti karvanlarla daşınlardı. Və təsəlliyin hər zövcəsinə, yəni 3000-dən çox dinar, yəni nə düşür? Miras. Yəni 3000-dəki, biz dedik, hər biri də ki, elə bil ki, nə idi? Bir qoyun. Elə bil ki, hərəsinə 3000 qoyun düşür. Yəni bu, birisi də zövcələrə 8 dəfə yəni övladdan daha az düşür. Yəni, təsəvvür övladına yəni bundan 8 dəfə çox düşübdür.
Məsələ sələf gəlir, hə, bəli. Yəni, çox dəhşət bir, yəni, böyük məbləğ olur orada. Bu, indi pul məbləği düşən, indi orada, məsələn, indi ev və s. axır, bunlar da var idi söhbətdə. İndi övladından, yəni, 8 də bundan artıq düşür. Təsəllin qardaşdır, ravi rəvayət edir, deyir ki, bir gün deyir, həmən o əmirin övladını bir tikə, çörək üçün dilənən bazarda gördüm. Yəni, bax, bu ata var dövlət qoydu, getdi, bütün sərvət. Amma nə oldu? Axırda dilənçi oldu uşaq. O birisi nə qoydu, getdi? Allahın qorxusunu qoydu, getdi. Onu öyrətdi necə yaşamaq, dürüst. Bunun nəticəsi həmi o sərvətə görə sonra cavab vermək də var və Allah bilir haralara xaçdan oldu o pul və bilinmir. Və bunun. Ona görə bizdir, necədir? Şeytan başqa üzrə bəziyir ki, hə, bunu eləyək, onu eləyək, onu eləyək. Amma əsas məqsəddən bizi yayındırır. Əsas məqsəddən, yəni Allahın dinindən, Allahın dininin elmi verməkdən, yəni onları məsələn hafiz eləməkdən, onları məsələn o Quranı başa düşməkdən, onları dürüst, salamat yetişdirməkdən, həmi cəmiyyətimiz üçün, xalqımız üçün, yəni faydalı olsunlar, dövlətimiz üçün, düzdürmü? Sən birinci gündə ailəni islah elə bilmirsən, sən necə yanıcı qonşunu islah eləyəcəksən, necə sən gedib məsciddə kimsə islah eləyəcəksən, mümküniyyət yoxdur. Birinci, yəni dəvət başlayır evdən. Və qardaşlarım, bizim cəmiyyətimiz də elə evlərdən ibarətdir. Hər ailədən ibarətdir, düzdürmü? Sən əgərlərim, mən, hələmiz öz ailəmizi birinci gündə islah eləsək, düzgün şəkildə tərbiyə eləsək, o halda deməli, gələcək cəmiyyətdə islah olmuş olacaqdır. Amma yox, bunu başlı-başına bıraxsaq, onda problemlər olacaqdır. Ona görə, birinci qardaşlarım, tövsiyə budur ki, birincisi bu ayı gözəl şəkildə qarşılamaq. Sonra dünya nə qədər olsun, əlimizdə olsun, qəlbimizə daxil olmasın. Qəlbə daxil olarsa, məhv olacaq. Amma əldə olarsa, problem yoxdur. Nə qədər olsa, problem yoxdur. Əlhəmdülillah. Yəni, heç birinizdə həd yoxdur ki, bu olar, olmaz. Sadəcə nədir? Yəni, onun qulu olma. O səni allatmasın. Və Allahın izni ilə neynəmək? Dünyavi işlərdə özündən aşağı bax, axirət işlərində özündən yuxarı bax. Qaydan özünü seç, Allahın yavaş-yavaş ged. Və oruçluq da artıq əlhəmdülillah girdi. Allahın izni ilə sabahdan orucuq və orucumuzu qoruyaq və həmçində çalışaq bu ayda maksimum dərəcədə ki, özümüzü islah eləyək, öz üzərimizdə işləyək və ailəmizin üzərində, yaxınların üzərində və həqiqi mənada bu ayın təsirini hiss eləyək. İş gündən artıq bu üzərində işlə. Hansı ibadət daha Allah dərgahında məqbul və zəngin sayılır? O ibadət ki, daha çox zikir olunan. Yəni, istəyirsənsə ki, sənin orucun daha zəngin olsun, nə edəcəksən? Daha çox zikir eləyəcəksən, daha çox bu ibadətdə keçirəcəksin onu. Yox, məsələn, eyni ola bilər, insan səhər sübhü qılır, əsrə yaxın qılır, durur, zöhrü qılır, sonra məsri qılır və məğribə də nə qalır. Amma bu birisi də nə edir? Durur, məsələn, o birisinin zöhrə yaxın biraz yatır, ondan qabaq zikirlər, dualar və s. belə gününü keçir. Əlbəttə, eyni ola bilməz bu insandan o insan. Onu çalışmaq lazım. İnsan baxmalıdır və özünə barnamij qurmalıdır. Ramazan barnamij. Mən bunu belə eləyəcəm. Bu vaxt işdə olacam, bu vaxt bunu eləyəcəm. İşdə olanda bu şeylər eləyəcəm. İşçilikdə, evdə olanda bunu eləyəcəm, meçiddə olanda bunu eləyəcəm, qardaşlar olanda bunu eləyəcəm. Və görün ki, qardaşlarla yığışanda daha çox lağlığa gedir, daha çox boş keçirmə gedir. Deməli, orada fayda yoxdur. Faydalı yerə yönəl. Görün, evdə daha çox əksinə olur belə, onda neynəsin, daha çox cəmaatdan olur. Amma o demək deyil ki, elə ailəni də başlı-başına bıraxın. Allah daha doğrusunu bilir, Allah sonra bizə istifadə eləsin. Allah subhanətə bizi bu ayı gözəl şəkildə onu bitirirən və həmçində ki, bu aydan bağışlanmış qullar kimi çıxan qullarını eləsin. Subhanəkallahumma və bihamdik, əşhədu ən la ilahə illə əntə, əstəğfiruka və etûbu ileyk.